Bir böyük dahilərdən birinə deyirlər ki, sənin dalınca danışırlar. Deyir, biz uşağı idik, bizim məhəllədən qatar keçirdi vaqonlar. Biz o vaqonlara daş atırdıq uşaq vaxt. Ötüşən vaqonlara daş atırdıq. Yarışırdıq da dostlarımız. Onlardan biri bir dəfə aşmışdı, biz onu vurmurduq heç vaxt. Gözləyirdik gedənə daş atar. Deyir, mən başa düşmüşəm ki, hərəkətdə olan, uğura tərəf addımlayan adamı daşlayırlar, bu təbii haldır. Bir də bu çətinliklər barəsində mən istəyirəm bir söz deyirəm farizdən. Demək, bu çətinliklər bir kətçi, əkinçi, bunun bir atı var idi, at düşdü bu əkin quyusuna. Qonşuları çağırdı, gəlin bunu çıxardaq buradan. Hamısı gəldi, çalışdılar, çıxarda bilmədilər. Sonra gördü, çıxarda bilmirəm. Dedi, onsuz da qalıb, qocalmışdı. Quyunu bağlayaq, üstünü örtək atın. Başladılar torpaqlamağa. Bunlar torpaq atırdılar, gördülər, at qalxır yuxarı. Torpaq atdılar, at yırğalanır, torpaq töküldü ayağının altına, yavaş-yavaş çıxdı quyunun üstünə. Ümumiyyətlə, həyat belədir. Bizə atılan çamurlar, daşlanılan daşlar, atılan daşlar, bunlar hamısı bizi yüksəltmək üçündür. Biz onlardan düz istifadə eləməliyik. Biz onları ayağımızın altına qoyub yüksəlməliyik Allahın izni.